Salam. Bu videoda ikinci hissə dim test toplusundan fiqurların sahəsinə aid bir məsələnin həllini verəcəm. İki fərqli üsulla bu məsələni həll edəcəm. Məsələnin şərtini görürsünüz. Deməli, rhombun perimetrinin onun diaqonalları cəminə nisbəti kök 3 olarsa, onun iti bucağını tapın. Sualımız budur. İndi bir romb, birinci üsul, tərəfinə A deyək, içi bucağı da alfa olsun. Diaqonallarda D1, D2 olsun. Şərtdə deyilir ki, diaqonallar perimetrinin, yəni 4A bölünsün D1 plus D2 bərabərdir kök 3 olarsa, içi bucağı soruşur. Rhombun içi bucağına da alfa deyək. Yəni bu bucaq bütöv alfa olsun. Bütöv alfa olsun bu bucaq. İndi buradan kök 3 vurulsun. D1 plus D2 bərabərdir 4A əldə etmiş oluruq. İndi nələr bilirik? D1 kvadrat plus D2 kvadrat bərabərdir 4A kvadrat. Bunu bilirik. Rhombun sahəsi diaqonallar perpendicular olduğuna görə 2-də 1 D1 D2'dir. Həm də A kvadratı sinüs alfadır. Bir də bunu bilirik. İndi bu bərabərliyin qarşısına ulduz qoyduğum bərabərliyin hər iki tərəfini kvadra yüksəldək. D1 kvad plus D2 kvadı bərabər 4A kvaddan istifadə etmək üçün. Olacaq 3 vurulsun. D1 kvadrat plus D2 kvadrat plus 2D1 D2 bərabərdir 16A kvadrat olacaq. 3'ü içəri vururuq və D1 kvad plus D2 kvadını yenə 4A kvad yazsaq, 3'ə də vuranda olacaq 12A kvadratı plus 6D1 D2 bərabərdir 16A kvadratı olacaq. Buradan 6D1 D2 bərabərdir 4A kvadratı. Hər iki tərəfini 12'yə bölsək, D1 D2 böl 2 bərabərdir 12'yə bölsək, burada 3'də 1 olacaq A kvadratı. Amma D1 D2 böl 2 A kvadratı sinüs alfaya bərabərdir. Gördüyünüz kimi. Və A kvadratlar getdi. Buradan sinüs alfa bərabərdir 3'də 1 alırıq. Və buradan da alfa olacaq. Arcsinus 1 bölək 3. Cevabımız D variantı. Tapdıq. Bu sualı bir de başka bir üsulla yazacağım. İkinci üsul. Deməli, diaqonalın keş nöqtəsi O nöqtəsi olsun. İndi biz bura x desək, bilirik ki, burada x olacaq. Bura y desək, burada y olacaq. Diaqonallar keşmə nöqtəsində yarıya bölünür. Tərəfdə A'dır. Bilirik ki, rhombun deməli diaqonalları bucaqlarının tənbölənidir. Əgər içi bucaq alfadırsa, onda bura alfa bölü 2 olacaq. Burada alfa bölü 2 olacaq. İndi şərtimiz nə idi? Perimetrin diaqonallar cəminə nisbəti 4A bölünsün. Diaqonallar nədir? 2x-dən 2y-dir. Bu köküşdür. Şərtdə deyilmişdi ki, perimetrin diaqonallar cəminə nisbəti köküşdür və bizdən alfanı soruşur. İndi ikilər ixtisar eləyək və ifadəni tərs çevirim. X böl y böl 2a bərabərdir 1 bölək kök 3 olur. 2'ye ixtisar edim və tərsinə çevirdim. Hər tərəfi də 2'yə vursaq, x bölək a üstə gələk y bölək a bərabərdir 2 bölək kök 3 əldə etmiş olarıq. İndi bu düz bucaqlı üç bucağa diqqətlə baxaq. X'in a'ya nisbəti bizə nə vermiş olur? Kosinus alfa bölü 2 vermiş olur. Y böl a nədir bəs? ABO üç bucağında o da sinüs alfa bölü 2 olur. Bərabərdir 2 bölək kök 3. İndi burada alfa iti bucaqdır. Alfa bölü 2 də iti bucaqdır. Bu bərabərin hər iki tərəfi müsbətdir. Ona görə kvadra yüksəldə bilərik. Kvadra yüksəlsək, bunların kvadlar cəmi bizə 1 verəcək.
Hasilinin 2 misli də sinüs alfa verəcək. Sağ tərəfində kvatı 4/3 verəcək. Buradan sinüs alfa bərabərdir. Olacaq 3/1. Alfa bərabərdir. Arcsinüs 1/3 olacaq. Cavabımız yenə də təbii ki D olacaq. Burada biz kvata yüksəldəndə nədən istifadə etdik? Trigonometriyanın əsas yeniliyi kosinus kvat alfa bölü 2 plus sinüs kvat alfa bölü 2'nin 1 olduğundan istifadə etdik. Bir də 2 sinüs alfa bölü 2 kosinüs alfa bölü 2 bərabərdir sinüs alfa. Bu düsturdan istifadə etdik. Burada biraz trigonometri lazım oldu və alındı. Əslində mən ikinci üsulə daha çox üstünlük verirəm, o daha yaxşıdır. Bununla da məsələmiz həll oldu. Növbəti videoda görüşərik. Sağ olun.